Bugün sazan balığından qəşəng bir yemək fikirləşirik, pişirək. Buğlama olacaq, sazan balığından balıq buğlaması. Bizə lazım olan kartof lazımdır, petruşka lazımdır, pomidor almışıq, bademcanımız var. Sonra biber, soğan və biraz da sarımsaq lazımdır. Bunun üçün biz balığımızı təmizləyək, bunları pişirək. Bütün yeməklərdə sarımsaq işlətmək vacibdir. Sarımsağın insana çox böyük bir xeyri var. Təm böyle qış aylarında, soyuq aylarda soğandan, sarımsaqdan çox istifadə etmək lazımdır. Və böyük bir sazan balığımız var. İnşallah bundan qəşəng, gözəl bir yemək pişirəcəyik, buğlama. İçin təmizlədik balığı, üstünü təmizlədik, pulcuqlarını təmizlədik, için başını təmizlədik. İndi kəsib doğrayıb bunu hazır eləyək. Kartofları birinci növbədə doğrayırıq. Çalışıq biraz uzun doğrayaq ki, qazanın altından kartofdan yığacağıq. Birinci kartofları doğrayaq. Çox nazik də doğrayanda pişir, əplər gedir. Biraz belə elinlə doğramaq lazımdır. Biraz belə kartofları iri doğrayırıq. Böyle iri kartoflarımızı doğradıq. 3 tane kartof götürmüşük. 3 tane kartof. Kartofu doğraya hazır eləyək. Böyle yanar ki. Bunu böyle hazır eləyirik. Ondan sonra demək, sonra qazanın dibinə biraz yağ əlavə eləyirik. Balıq onsuz da özü biraz yağlı balıqdır, yekə balıqdır. Sonra kartofları tökürük bunun dibinə. Kartofları dibə tökürük ki, kartof gec pişən bitki olduğuna görə tələbəz. Ona görə biz aşağıdan kartoflardan əlavə eləyirik alt hissəsinə. Əsas növbədə birinci kartof əlavə eləyirik. Kartofun ardınca soğan doğrayacağım, bunun üstündən soğan. Sonra isə balığı kəsib doğrayacağım balıqlı və əlavə hissə bademcandan, pomidordan əlavə eləyəcəyik ora. Sonra soğanı götürürük. Soğanı ətər doğrayırıq. Soğanı yanakı doğrayırıq ki, uzun kartof kimi üstünə sərə bilək. Belə soğanı yanakı, heç iki hissəyə zada kəsib balacalaşdırmaq lazım deyil. Belə kəsirik soğanı. İri soğan götürürük, belə. Ki, onlar bişəndə bişib bir-birinə qarışmasınlar. Çünki bişəndə bütün yeməklər biraz öz tutumunu itirir. Bir-birinə pişib qarışmasınlar deyə biraz belə kəsib doğramaq lazım. Belə bunları kəsdik. Sonra nə edirik bunlara? Soğanı böyle soğanı da düzürük kartofun üstündən. Kartofun üstündən soğanı düzürük. Böyle soğanı düzdükdən sonra indi bunlardan sonra əti düzəcəyik. Çünki soğanın pişəndə soğanın dadının ətə qarışması daha yaxşı olsun deyə, daha da ətə gözəl dad versin deyə soğanın üstündən biz ət yığacağıq inşallah. İndi ətimizi də kəsək doğrayaq. İndi balığı kəsək. Balıq çox yekə balıqdır.
Sonra bunu istəyəcək kesək. Bütün pultuqlarını təmizlədik. Bunları da kesək. Kesək. Balığımız böyük sazan. Burada bu tərəfinə. Əti böyle hissəsi kəsdik, doğradıq bunları. Hansılar yekədir, onları bir partiya belə balacalaşdırmaq lazımdır. Kəsib xırda-xırda edirik. Yığırıq bura. Bunu da kesək balacalaşdıraq. Bunu sonra kesərəm. Əti belə qusok edirik. Yığırıq, hazırlayırıq bura. Bildiğimin içine şurada biraz uzundu. Bu da biraz uzundu. Bir yaxşıdır qaldı bu. Əsas məsələ var. Bax, belə hazırladıq. Ətimizi böldük, qusaqlarla hissələrə böldük. Belə hissələrə böldük balığın ətini. Baş hissəsini belə kəsdik, içini çıxartdıq. Belə özünü belə ayırdıq. Hissini kəsdik, baş hissəsini. Bunları da hamısını edəcəyik. Bura 1-2 dənə lavrol list əlavə edirik. Ondan sonra
balaca sarımsaq əlavə edirik yağın üstünə. Sonra yüngülvari duz duyuruq. Duz eləyəndən sonra əti düzməyə başlayırıq. Əti düzürük bura. Biraz ətin yekə hissələrini, qalın hissələrini düzürük. Nazik hissələrini isə ikinci partiyada düzəcəyik. Bütün qalın hissələrini düzürük. Yekə hissələri düzəndən sonra nazik hissələri üstdən düzəcəyik. Belə əti düzdük. Bunu da qoyaq bura. Əti düzdük. Əti düzəndən sonra bunun üstündən bademcanlarımızı kəsirik. Bademcan əlavə edirik. Bademcanı da həminki şəkildə əlavə edirik bura. Bademcanları edirik. Bademcanlarımızı kəsib bu şəkildə biraz enli layla üstünə yığırıq. Bademcanları düzürük. Belə bademcanlardan sonra biz bunlara biberləri əlavə edirik. Biber də həmin şəkildə iri yekə kəsib doğrudur ki, bişəndə öz şəklini itirməsin. Bu şəkildə bunları əlavə edirik. Biberləri əlavə edirik bunun üstünə. Arada sarımsaqlardan əlavə eləmək lazımdır ki, sarımsaq gözəl dad verir, gözəl yeməyimizə tam verir. Həm də bəzi mikrobların, bəzi xəstəliklərin dərmanıdır. Qış vaxtı bunlardan istifadə etmək xeyirlidir. Çox qatmaq da lazım deyil. Çox qatdıqda bu təmiz dadı dəyişir. Cəfəli biraz əlavə edək bura. Çox, yenə də bunun üstündən biraz duz. Hissəsə duz əlavə edirik. Sonra istiyot əlavə edirik. İstiyotumuzu əlavə elədik bura. Sonra bu göyətini saxlayaq bir qıraqda. Pomidor əlavə edirik. Bunları qoyaq belə. Bura pomidor. Pomidor niyə axırda əlavə edirik? Pomidoru axırda əlavə edirik ki, pomidor suludur. Yəni bişdikcə pomidorun suyu, soku pişirdiyimiz yeməyin üstündən pişib axsın və gözəl dad versin bizim yeməyimizə. Böyle pomidorlarımızı əlavə elədik. Burada 2 biberimiz var. Biberin yarısını da əlavə edə bilərik. Bura əlavə edə bilərik. Ondan sonra təzədən bunun üstündən bu ətimizi yığırıq. Bu ətimizi, hansı ki nazik hissə qalan ətləri yuxarı hissədən doldururuq. Çünki altdan pişdikcə qalın hissələr pişmək
biraz çətin olduğuna görə alt hissədən biz qalın hissələrdən yığdıq. Sonra isə ətin yuxarı hissələrindən belə balığın nazik hissələrindən belə balığın nazik hissələrindən yığdıq. Təzədən buna biraz sarımsaq əlavə edək. Sarımsaq əlavə elədik. Biraz həmişəki kimi biraz göyərtidən əlavə edək. Göyərti əlavə edək. Sonra isə biberimiz var idi. Biberimizi kəsək, dorğuya hazır edək. Belə saxla. Belə saxla, bu içi görsənsin yeməyimizi. Bu biberlərimizi əlavə elədik. Ondan sonra burada da biberimiz var. Çox belə. Bu biberləri də qoyaq bura. Bu hazır. Üstündən pomidor. Kartofu altdan yığdıq. Birinci kartofu altdan yığdıq ki, kartof biraz gec pişən yemək olduğuna görə, tərəvəz olduğuna görə. Altdan biz kartofu yığmağımız məsələn. Çox adam soğanı zadı yığır altından. Əslində soğan yemək pişənə qədər orada pambıq olur. Ona görə biz alt hissədən nə edirik? Alt hissədən biz kartofu yığdıq. Əlavə badimcanlarımızdan biraz əlavə edirik. Bu da bizim yemək tamamlanmaq üzrədir. Badimcanları da bura əlavə edək və bir daha yenidən duzlayaq bunu. Bir daha bunu duzladıq. Biraz da istiyor vuraq. Biraz bir balaca istiyor. Vuruq. Bizim qazanımız içi dolub. Mən biberləri də taxırıq. Bir balaca yenə də üstündən yağ əlavə edirik. Qaldı indi mən əlimi yuyum. Allah. Mən əlimi yuyum və bunu bir balaca da buna altına su əlavə edirik. Çox yox. Bizim indi doğradıq, hazır elədik hamısını. Bunları üstünə biraz da soğan əlavə edək. Altdan eləmişik soğan. Biraz da üstündən soğan əlavə edək. Bizim yeməyimiz demək olar ki, pişməyə tam hazır vəziyyətə gəldi, çıxdı. Bizim yeməyimiz demək olar ki, pişməyə hazırdır. Bunun qapağını bağlayaq. Bunun qapağını da bağlayaq, qoyaq qazın üstünə. Yeməyimizi belə hazır elədik. Dibinə bir balaca su əlavə elədik. Çox su əlavə eləmədik ki, pişib xaşıl olar. Bir balaca su əlavə elədik, qazı yandırdıq. Az xodda qoyuruq, az xodda bunu, öyle çoxdur. Belə bir xodda, az xodda qoyuruq ki, özü bişdikcə yavaş-yavaş özünün də suyu çıxacaq. İnşallah bunu nəzarət edirik. Nəzarət edilə baxırıq ki, necə pişir. Vəssalam, bunun da qapağını bağlayırıq. İnşallah pişəndən sonra da bunu beşək stola qoyub türklədim ki, afiyetlə yiyəcəyik. Yeməyimiz yavaş. Üstünə biraz da belə tomatlı sos əlavə eləyək ki,
Biraz qəşəng rəng alsın, qırmızı rəng. Həm də sopu da şirin olur onda. Belə, bundan əlavə elədik üstünə. Həm qəşəng dad verir, həm də ki, pişəndə bunun qəşəng sopu əmələ gəlir. Az fırda yavaş-yavaş bizim yeməyimiz pişir. Üstündən bir müddət keçdi. Aha, bizim balıq buğulanmamız da hazırdır. Pişib, tam hazırdır. Şimdi biraz üstünün qapağını açıq qoyaq. Biraz suyu azalsın. Və bunu çəkək stolun üstünə qoyaq. Hazır oldu bizim balıq buğulamamız. Bizim buğulamamız hazırdır. Altını da söndürdük qazın. Yeməyə hazırdır. İnşallah bu buğulamanı gözəl şəkildə nuşcanlıqla yiyək. Bugünkü balıq buğulamamız da belə qutardı. Gözəl video çəkdik, gözəl video hazırladıq yemək üçün. İnşallah gələn o videolarımızda da yenə də gözəl çəkilişlər olar. Hamısını çəkib qoyarıq.